Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nazirlik bir sıra xidmətlərin təkmilləşdirilməsi üzrə layihə hazırlayıb. Daxili İşlər Nazirliyinin vətəndaşların gündəlik həyatını asanlaşdırmaq, dövlət xidmətlərinin keyfiyyətini və əlçatanlığını artırmaq, o cümlədən ölkəmizdə rəqəmsal transformasiya prosesini sürətləndirmək məqsədi ilə bir sıra xidmətlərin təkmilləşdirilməsinə dair təkliflər hazırlayıb. Təkliflərdə şəxsiyyət vəsiqələrinin ümumi vətəndaş pasportlarının və sürücülük vəsiqələrinin alınması və yenilənməsi, həmçinin nəqliyyat vasitələrinin qeydiyyatı üzrə ilkin sənədlərin qəbulu mərhələsinin rəqəmsallaşdırılması nəzərdə tutulmaqla, vətəndaşlar həmin xidmətlər üzrə ilkin müraciəti dövlət qurumlarına getmədən onlayn şəkildə təqdim edə biləcəklər. Bu təşəbbüs ölkənin rəqəmsal hökumət modelini daha da güclənməsinə, dövlət xidmətlərinin keyfiyyətinin artırılmasına və vətəndaş məmnunluğuna xidmət edəcək. Eyni zamanda BMT-nin dayanıqlı inkişaf məqsədlərinə töhfə verəcəkdir. Fikrət Qədimli, BTV.